Yaşaya bilmədim qoynumda sənin, oxşaya bilmədim işıq gözəlləri. İtirmişəm əsgərin vətənim, İtirmişəm əsgərin vətənim. Aman Göyçəməndə sənsiz qalmışam, anam Göyçəmən vətənsiz qalmışam. Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Rəfiqə xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Quliyeva Rəfiqə Tanrıverdi qızı, Göyçə mahalı Çəmbərək rayonu Cil kəndində anadan olmuşam. Atam Əliskəndərov Tanrıverdi, anam Əliskəndərova Məryəm Abbasəli qızı və mən aşıq sənəti ilə illərdir ki, Göyçəmizin adını layiqincə təmsil eləyənlərdənəm. Düşünürəm ki, aşıq sənəti çox böyük bir dəryadır. O dəryadan da bir damla su, bir damla da mən götürə bilirəm səndən xoş mənə. Və Aşıqbəri Məclisinin üzvüyəm, illərdir. Aşıqlar Birliyinin üzvüyəm. Göyçəmizin adını sevərək və layiqincə təmsil eləyirəm. İnşallah ki, ömrümün sonunacan da yəni bu sənəti davam eləyəcəm inşallah ki və Göyçəmizin adını layiqincə təmsil eləyəcəm. Bildiyim qədərilə o dövrlər sizin az yaşlı vaxtlarınıza düşüb. O dövrü xatırlayırsınızmı? Və yaxud da ki, o dövrləri, dədə-baba yurdunuzu, valideynləriniz necə xatırlayır? Baxmayaraq ki, uşaq olmuşam, 5 yaşım var idi mən oradan gələndə. Amma inanın ki, gördüyüm mənzərələr, gördüyüm yerlər, evimiz, Göyçə gölümüz dünənki kimi yaddaşımda qalıbdır, yaddaşımda həkk olunubdur, həqiqətən də uşaqlıq yaddaşı. Yəni, sizlə danışa-danışa o lent kimi gözümün önündən keçir, o gördüyüm yerlər, doğulduğum ev, bizdə klub deyirdik də, klub, hamısı yadımdadır, yaddaşımdadır. Çox gözəl xatırlayıram, biz uşaqkən, biz ailədə 7 uşaq olmuşuq, atam çox zəhmətkeş bir insandır, Allah bütün valideynləri qorusun, içində də bizimkiləri, ölənlərə də rəhmət eləsin. Atam çox zəhmətkeş və atam orada həm də gün mexanik işləyirdi. O vaxtı Hind filmlərini gətirirdi, bilirəm ki, Hind filmlərini, yəni o zaman çox dəbdə idi. Hər kəs uşaqlıq yaddaşımda qaldığı qədərilə hər kəs axşama günüzdən işlərini görürdülər ki, axşama Hind filminə gedəcək. Yəni qadınlı, uşaqlı, kişili hər kəs orada. O anda mənim gözümün önündədir. Çox gözəl xatirələrimiz var, yəni uşaqlıq xatirələrimiz həqiqətən də unudulmaz bir xatirədir. Həyatımızda gözəl meyvə bağlarımız var idi, meyvə ağacları var idi. Yəni biz o zaman kol armudu deyirdik, elə bir armud. Yəni özümü təsəvvür eləyirdim, yəni ağacın başında çıxırdıq, orada yeyirdik. O bir də Göyçə gölü yadımdadır, yaddaşımdadır ki, yığışıb gedirdik Göyçə gölünə. Yolun qırağı ilə, çox gözəl yolun qırağında da həmişə bizdə asfalt yol idi Göyçə gölünə gedəndə. Qıraqlarda belə qəşəng yol boyu belə bitkilər var idi. O anım gözümün qabağında əyilib, o bitkilərdən, o güllərdən yığa-yığa, dərə-dərə gedirdik Göyçə gölünə. Yəni, unudulmaz bir anlardır, unudulmaz bir günlərdir. Atam, anam həmişə bizə danışırdılar ki, yəni orada Göyçədə, bax bu, nə xoş təsadüf, yəni bu bayram ərəfələrinə təsadüf eləyir. Elə Novruz bayramının necə keçməyindən, orada necə təntənəli qeyd olunmağından, sonra bizdə deyək ki, o dövrdə biraz qadağa olunmuş dövrlərdə belə məhərrəmlik ayının necə saxlanmasından, yəni belə bir şeylərdən danışırdılar. Onlar üçün də unudulmaz günlərdir. İstər-istəməz düşünürəm ki, ana vətən unudulmur da, nə qədər günün başqa bir xoş keçsə də, amma o dövrlər, o illər, o doğulduğumuz anlar, vətənlər unudulmur. Mən oradan gələndə 5 yaşım olubdu. 88-ci ildə biz gəldik Göl-Göl rayonunun Şəhriyar kəndində məskunlaşmışıq. Mən 1-ci sinifdən 9-cu sinifə kimi, yəni uşaqlığım orada, ikinci deyərdik ki, uşaqlığım orada keçdi. Orada mənim üçün çox əzizdir, həqiqətən də. Günü bugün də ora gedəndə Şəhriyar kəndinə elə bilirəm ki, elə o kənd də mənim üçün yəni Göyçə qədər əzizdir.
Orada mənim üçün çox əzizdir, çünki uşaqlığım yenə də orada keçdi. Göyçədə 5 yaşım var idi, amma orada mənim üçün elə bilirəm ki, elə Göyçədir. Ora gedəndə o hissləri, o anları yaşayıram. Rəfiqə xanım, inşallah ki, biz öz dədə-baba yurdlarımıza gedəcəyik. Siz öz yurdunuza gedəndə xəyalınızda canlandırdığınız, ümumiyyətlə ilk edəcəyiniz şey nə olacaq? Fəxriyə xanım, inanın ki, bu sualı verdiniz, indi belə həyəcanlandım. Həqiqətən də siz o sualı verərkən mən onu xəyalımda təsəvvür elədim ki, mən ora qayıtsam, ilk görəcəyim, ilk edəcəyim iş nə ola bilər? Təbii ki, o yol boyu o xatirələr gözlərimizin önündə canlanacaq. Amma ondan da öncə təbii ki, doğulduğum evi ziyarət eləmək, yəni bağımızı, bağçamızı, o ilk addımlarımızı atdığımız yerləri ziyarət eləmək kəndimizi. Sonra bizim kənddə bizdə Qaradaş deyilən bir ziyarətgahımız var idi. Yəni ki, çox güclü bir inancımız olan bir ziyarətgah idi. Qaradaş deyirdilər, Kümbəz. Elə müsəlman qəbristanlığının içərisində idi, Kümbəz deyilən. Həmin o daşdan biz Qaradaş deyirdik, o daş çox müqəddəs adlandırırdılar. Ora biz həmişə gedirdik, nəzir qoyurduq, yəni diləklər tuturduq, nəzir qoyurduq. Təbii ki, evimizi ziyarətdən sonra düşünürəm ki, Kümbəzi ziyarət eləyərdim, əgər durursa, bilmirəm, həminki yerində durursa. Həmin o daşdan Allah rəhmət eləsin, bizim elimizin dəyərli ağsaqqalı Zəki İslam o ziyarət daşından gətirmişdi. Haradakı olmuşam, uşaqlıqda hansı məhəllədə olmuşam, sonra bizdə Qarabulaq deyirdik. Bizim evimizə yaxın bir yerdə idi, Qarabulaq yerdən qaynayırdı. Bir qəribə bir, deyək ki, qışda çox isti olurdu, yayda çox buz kimi olurdu. Orada həmişə biz gedirdik, paltar yaxalayırdıq, qab-qaşıq yuyurduq, yadımdadır, yaddaşımdadır, bacılarım. Oraları ziyarət eləyərdim, gəzməli, harada ki, nə görmüşəmsə, onları, məsələn, dayımgilin evləri, nənəmgilin evləri, yəni oranı ziyarət eləyərdim. Allah rəhmət eləsin, ustadımızın qəbrini ziyarət eləyərdim. Həqiqətən də o mənim üçün böyük bir ziyarət olardı. Çox istəyərəm buranı da ziyarət eləyəm. Aşıq Ələsgərin təbii ki, özüm də o sənətin daşıyıcısı olaraq və elə ustadlarımızı ziyarət eləyərdim. Elə yeri gəlmişkən deyək ki, Aşıq Ələsgərin də bir şeyini deyərdim ki, çərşənbə günündə çeşmə başında gözüm bir ala göz xanıma düşdü, xanıma düşdü. Ahdı müjgan oxu keçdi sinəmdən, cadı qəmzələri canıma düşdü, canıma düşdü. Allah rəhmət eləsin bütün ustadlarımıza. Biz də onların davamçılarıyıq. Aşıq sənətinin çox böyük sənətdir. Yenə də deyirəm, aşıq sənətindən bir payda mənə düşüb. Mən çox özümü xoşbəxt hiss edirəm ki, nə yaxşı ki, ən azından Göyçəmizin adını mən təmsil eləyə bilirəm. Göyçəmizin adını adımda yaşada bilirəm. Allah rəhmət eləsin Maruç xatına. O zaman mən Aşıq Bəri məclisinə məni dəvət eləyəndə elə məndən soruşdu ki, Rəfiqə xanım, siz haralısınız? Mən dedim ki, Qərbi Azərbaycan Göyçə mahalından. O zaman mənə dedi ki, sənə bugündən, yəni Göyçə mahalı, yəni o adı götürürsən, o ləqəbi götürürsən. Elə o zamandan da elə Allah rəhmət eləsin Maruç xatına da Göyçə ləqəbini də mənə o verdi ki, bəs Göyçəlisən, Göyçəmizin adını yaşatmalısan.